dəqiqə sehirbazlar o ilanı necə ilan elədi o şeyləri cəmaata göstərdi. Musa da böyük ilan elədi. O balaca ilanları bastı yedi. Kim yani? Axı onlar ilan eləyə bilir də. Kim yani? Hə deməli onda kimya ilə indi biri eləsə desə peyğəmbərəm gələk qəbul eləyə. Yox. O məsələ oydu ki, o vaxt O kimya vaxt. Nə? o cəmaada açıq deyildi. Müəyyən bir qismlər. Möcüzə o şeydi ki, möcüzə o şeydi ki. Sən orada heç bir şey iyiliyə əl ata bilmirsən. Başa düşdünüz yəni. Sən hardan biləsən? X O bir şəxslər mayedir də, hardan o biləcək ki bu orada Fironun sehirbazlarının elədiyi bilsən nədir? Məsələn, günümüzdən bir misal çəkirdi. Sən bu pena var, fıskırdırsan şişir, yekəlir məsələn. Məsələn, o vaxt Fironun sarayında biraz pena fıskırsaydın, cəmaət sənin. qardaşım, indi bu dəqiqə elə bir dənə eləyərlər ki, sən o tapa bilmərsən də, elə sehir eləyərlər tapa. Nə sözümüz sehirə qayıtmasın, Allahın görülməyinə qayıtsın ki. Onda Richard Dawkins deyir ki, o göstər mənə görün inanın. Düz deyir, daha iyi hacı. Göstər deyir. Görünməyən Allah üçün niyə həyatını yaşayasan? O başa düşmür axı, o metafizik də Allah. Gəlsən cənnətdə görərsən Allah'ını. Yəni öz Metafizikanı qəbul edirsən Bu vəxşi. dünyanın da göstər. Metafizikanı qəbul edirsən vəxşi. Hələ metafizikanızı da boş verək. Gör nə deyirəm. Deyirəm ki, sən Qardaşım, bu dünyada metafizika var. hələ bu dünyanı demirəm. Qulaq as. Deyirəm ki, sən səbir ol, deyirəm ki. Sən o inandığın cənnətlərə bunu görərsən. Yox, əsla, bakalla. Onda siz Rəbbinə doğru, qardaşım, Rəbb görünsə, onun bax Rəbb Allah görünsə, gözləri bağlayıb. Laysa necədir ayədə? Deyir ki, la tudrika təsarrufu. bir Gözlər dənə onu. söz deyim. Bax, biz peyğəmbərin özü belə bərzaqda kamala doğru seyr eləyir. Yəni yüksəlir. Veçni yüksəlmə var. Bu yüksəlmə dayansa, hər şey marağı itəcək. Başa düşdün? Cənnətin özündə belə yüksəlmə var. O yüksəlmə nədir? Allaha doğru seyir. Allah görünsə, Allaha doğru seyir itdi. Deməli, vəbşi yaşama, ümumiyyətlə cənnətin, cəhənnəmin də mənası qalmıyor. qulaq as. İndi səbir ver. Sən çünki cənnəti, cəhənnəmi, bax oyun onu söhbət edir. Sən cəhənnəmi, cənnəti bilsən necə bilirsən? 5-6 dənə qız, qabağında araq, oturmusan, ayağı aralamısan, biri ayağını masaj eləyir, biri boynunu masaj eləyir. Onu burada da eləyirlər də. Onu burada da eləmək olur da. Təsəvvür sən hacı, Bərdayını pilqalayıb zad elə dırnaqların orada. O elə cənnət, nə? O elə cənnət o. Tırnak uzanmır orada pilkalayasan. Həm də olsun testosteronun tələb etdiyi cənnəti yaradan Rəbbim. Qardaşım, testosteronun tələb etdiyi burada da yaratmaq olur. Səmimisən bu dediklərində yoxsa məzələrsən cəmaatlar? Allaha and olsun. Bax, Allaha and olsun. Mən biraz lağlağını sevirəm. Amma bu mövzuda, bax bu mövzunda Rəbbimə and olsun ki, %100 etiqad edirəm, hər danışdıqca imanım artır, bax o dərəcədə. Həvəslənirsən daha da. Ya vallahi mən bunu danışanda O sizə diri, baxıram. Berday diri nabarat qızışıyoruz, hə? Səndə də. Yox, sizə baxıram. İmanım artır Bəs ki, bax gündəyik, hə? ha bu agnostiklər nə danışır hə burada? Bunlar necədir? Salam aleyküm və rəhmət. Aleyküm Bir dənə də agnostik gəldi. Bilirsən bu şey, mən həmişə bu ateistlərlə, agnostiklərlə, bu müsəlmanların ki aralarında debat var, müzakirə. Mən o həzm edə bilmirəm, yəni müsəlmanlar tərəfindən ki, yəni nəyin mübarizəsini aparıq. Yəni biz göydən qoçun gəldiyinə inanan adamlar o da, yəni bunu elmli olaraq nəyin isbat eləməyə çalışır? Bu inanc məsələsidir, imandır. Biz belə inanırıq, o da inanmır da. Yəni biz nəyin mübarizəsini aparırıq ki, yəni mütləq ona inandırmalıyıq bunu. Adam inanmır da, yəni biz inanırıq. Hayır Seymur, agnostik ateisti dəvət edirsən, nə qədər şey Amma lazım deyil, yəni bu şəkildə dəvət, bu şey lazım deyil bizə qardaş. Cənnətə 10 adam getməsin, 5 getsin. Siz nə etmək Hocam, istəyirsiniz? sən hansı Az şəkildə olsun, təmiz olsun. hansı şəkildə məqbul görürsən? Bəzi təkmilçilər var ki, 2 nəfər deyil olacaq cənnətdə. Abi, Sən yəni hansı nəyin şəkildə mübarizəsidir? məqbul Adam biz sizin inandığınız Allah
İslamın cənnətcən bu varlıqları sən elm dünyasında bunu isbat eləməkdən ötürü nəyə mübarizəsini aparırsan? Mən o anlaya bilmirəm. Deyəm. Ay sen, Seymour, eşitirsən mən? Bəli. Bir qardaş var, o qədər o bu şeylərdən şübhələr atıb ki, yəni sənə dediyimə bəzən haqq qazandırır. Düz deyirsən. Mən də şəkəm çünki bəzi şeylər var ki, hacı, elmlə isbat olunur və yaxud ki, məsələn, hədislə şərh olunur. Bəzi şeylər var ki, qeybə imandır da, etməlisən də bunu qardaşlar. Bunun başqa variantı yoxdur. İmana var. Ay, Bax, sizə bir şey deyim də, bir dənə səbir olun. Eşidirsiniz məni? ən inanılası şey, ən çətin, ya ən belə başa düşülməyən bir dənə bunu deyim. Allahın zamandan, məkandan asılı olmadan dünyada bir iş görməyi. O məsəl üçün necə yəni bu zamandan, məkandan asılı və yaxud da o sual var ha. Yəni bilirdisə mən cəhənnəmə gedəcəm, məni niyə yaratdı? Bunu özü bilsən nə boyda? Bu belə nə bilim ha. Qədər məsələsində də problemlər çox Cavabları var. Arada gəl izah edeyim inşallah. Nəyini izah edeyim? İndi qəza və qədərə salacaqsan qardaş, cavab bezdir şükür. Ya bax Bərday, mən sənə 10.000 pul təşkil eləyirəm. 5-6 dənə qız, içki süfrəsiz adı. Burada cənnəti sənə yaradıram. Onda sən o birisi dünyadakı cənnəti istəməyəsən. Həcə mən bir də bir şey deyim Rüstəm. Tutaq ki biz, yəni bunların dediyi kimi oldu da, yəni bu ateistlərin dediyi istəkləri kimi oldu. Biz öldük, dirildik, gördük heç nə yoxdur. Yəni itirəcəyimiz nə oldu da? Yəni biz nə olanda geri qaldıq? Məsələn onlar etiqad. Bunu düşünmək Onlarda dirilmə yox. o başı yox, bax qulaq as mən qulaq as. Tutaq ki biz onların mən nəyi qəsd edirəm? Onlar içki içdi, zina elədi. Biz bunu eləmədik. Yəni itirəcəyimiz nəyi? Biz içki içməyəndə insan nəyi burası var da, Seymour burası var da, sən 1-0-da bir şeylərdən daldasınız da. Çünki biz halaldan da variantlarını tapırıq da. mən başa düşürəm. Yəni mən başa düşə bilməm. Orada itirəcəyim nə olacaq? Mən nəyə təəssüflənəcəm? Dirəşsən vilayətə inşaat olan içə də bizə dirəşsən. Bərday, adam bunların halına baxır ki, nə dünya görürüz elə, nə axirət. Bax, indi sizə bir şey deyim bax. Həcə. Deyirsən ki, bir agnostik olaraq deyirsən ki, mən Rəbbimi görməyəcəm. Amma Yunus surəsi 26-da bax gör nə deyir. Deyir ki, bax 25-dən oxuyuram, diqqətlə qulaq asın. Səbir ol. Deyir, "Vallahu yad'u ilə daris-salam." Allah sizi salamatçılıq, əmin-amanlıq, sülh diyarına çağırır. Bəli. Və yəhdi mən yeşəu ilə sıratın mustaqim. Və istədiyini də bu istiqamətli düz yola yönəldir. Elhamdülillah. Bu insanlara nə var? Deyir ki, lillezine ahsanu el-husna. Yaxşılıq, yaxşı işlərlə məşğul olanlara el-husna vardır. El-husna müənnəs gəlibdir, əhsəni müənnəsidir. Bu da cənnət demək. Və ziyadətun və bir əlavə vardır. Ziyadə də nədir? Rü'yətullah. Allahı görmə. Allah. Ya onu saxma da, rü'yətullah olduğunu hardan çıxartdın? Yaxşı, cənnətdən başqa nə mühüm bir məsələ var ziyadə deyir. Mən Quran cavabını verə bilərəm Qurandan. Buyur. Aç Ali İmran surəsi 106 və 107. 106 yazaq deyilən. Yan baxım. Nə oldu kompüter dondu? Yəqin Məndə var, qoyuram. Alimran Ali 106. İmran. Hə, və onu da qoyacaqsan Qiyamət surəsi və dediyin ayələrin yanına, baxacaqsan ki, girə bilər. O gün üzlər ağaracaq və bir üzlər qaralacaq. Aha. Üzləri qaran kimsələrə bir dəqiqə. İman gətirdikdən sonra kafir mi oldunuz? Bir dənə səbir ol. Bunun adiyyəti yoxdur bir dəqiqə bu mövzuya. Bir dəqiqə təfəkkür edin. Bir dəqiqə səbir ol. Bir dəqiqə. Üzləri qalana gelincə deyir ki, iman etdikdən sonra küfrə mi düşdünüz? O zaman dadın əzabı küfr etdiyinizə görə. İndi səbir ol. 106, yox bu 106. Bu 100 qaravanda, gəlin möminlərə. 105 ilə 106, 106 ilə Bu kafirlərə gələn. Hə, bu kafirlərə gələn. 107-ni də oxu. 107-ni də oxuya bir dəqiqə. Möminlərə görə nə verir?
Üzləri ağaranlara gəlincə, onlar Allahın rəhmətini sorur. Yox, qulaq as, qulaq. Fi rahmətillah. Yaxşı. Allahın rəhməti nədir? Hum, onlar Allahın rəhmətindədir. Qulaq as da, yox deyirəm də fihə xalidun. Allahın rəhməti cənnətdə qalıcıdırlar. Yo, əbədi. Əbədi qalmaz. Demək, Xalid bu əbədi qalıcı deyir ki, fi rahmətillah, Allahın rəhmətindədir deyir. Cənnətə qalır. Bəs Yunus 26-da deyir ki, səbr ol, sizi bu rəhmətinə çağırır, cənnətinə çağırır. Deyir ki, bu iman edənlərə əl-husnə vardır, cənnət. Daha gözəl olan nədir? Cənnət. Əbədi qalmaz. Və ziyadatun və bir dənə də əlavə var. O da nədir? Rü'yətullah. Allahu Ekber. Hətta bu mövzular, bax bu mövzular, isim və sifət mövzusu. Allaha and olsun. Sələfi ərəb şeyxləri də mən dəvət edirdim vaxtı ilə ki, hə, bunu siz oturmaq olaraq qəbul edin, təcsimə gəlin. Bu mufavvidlərin, əşarilərin oyununa gəlib hükmün, Alparslan kimi ərşə 7 dənə məna deməyin, fırlatmayın, mal alamayın. Həqiqətə qəbul edin. Demədə Alparslan indi gələcək başlayacaq, axşama kimi danışır, qoy yaşasın da elə. Bir dənə pul vurub gəlirəm. Alparslan gələcək bura, axşama kimi danışacaq. Yox, o gəlməz indi. Çünki O yaşasın da, ağsaqqal kişidir, 5-10 il ömrü qalıb. Niyə Sən qoymursun? lazımdır, gəlsin sənə sıxsın burada. Oturmusan da gül kimi. Alparslan mən dəvət eləmişəm. Hələ yaxın günlərdə ərşə taxt demək qərarına gəlibdir. Danışıyor maşallah, onun səsi bilsən o neçə diapazonda onun səsi. Mənim qonşularım hamısı səsindən bilir ki, Alparslan danışır. Vaxt var idi. Bax, həqiqətən bax, ciddiyəm. Vaxt vardı. Alparslan ərşə istivanı bilsən necə oxuyurdu. Deyirdi ki, o ərşə istiva etdi. İstivanı da tərcümə eləmirdi. Axırı gücbəla ilə bunu istivanı elədilər, ucalmağı qəbul elədi. Sonra Haber dayı, orada bir tane dayan, bilirsən, istiva tərcümə eləməyə icazə vermir, bir alimlər, bilirsən o. agnostiklərdir də onlar, ola bilər. Yox, mən oxudum, istər əz-zəhəb olsun, mən o listəyə baxdım. Zəhəb agnostik olub da yəni. Yox, deyirlər ki, Zəhəbə hansı dilə tərcümə edəcək? Yox. Zəhəbə hansı dilə tərcümə edəcək? deyir ərəb dilindən başqa fars dilinə də icazə verməyiblər, tərcümə eləmə. Niyə? Onda niyə eləyir, deyir, vermə də. Məcazi mənaya çevrilir. Yox, Allah və Rasul. Bahadin səsi gəlmir, yoxsa mənə elə gəlir. Səslər getdi. Ondan belə bir qazağa var. Deyirəm Allahu Ekber, tarix yazacaq ki, bir dənə mücəssim, agnostik, deist, nə bilim, əşari, mufavvir. Aca. Seymur. Bax, canına qurban sənin bu bərdəxi. Şeydir, Salman Farsi, Fars idi, bilirsən də? Bəli, fars. Quranı ilk dəfə tərcümə edən odur. Bilirsən, öz xalqı üçün. O bilmirəm, olar. Fatihə surəsini tərcümə edib, hətta ərəbcə bilməyənlərə fars dilində namaz qıldırdı. Həqiqi. Söhbətinə gəldi. Yox, nə demək istəyirəm? Bax, məsələn, oradan sahabələr içində fars var idi. Həbəş var idi. Nə bilim, oradan gələn, buradan gələn, hətta məsələn deyirlər, əsli Azərbaycandan, Cənubi Azərbaycandan olanlar da var idi. Nə hardan. Bu yetimlər gəlib bunu oxuyub gözdən dikib qalırdılar. Köykörünü, yoxsa bu mənasını başa düşürdülər. Ya ərəbin özü olsun. Ərəbsən, Peyğəmbər gəlib sənə deyir öz dilində, ərş kəlməsini deyir, sən də ərşi bilirsən də nə olan şeydir, taxt oldu, bilirsən öz dilində. Hə. Hə, Peyğəmbər deyəcək ki, ay ərəb, bu taxtı, amma sən taxt kimi başa düşmə, hə? İndi bu Seymur, sənə bir sual verim. Sən ümumən inandığın Rəbbin harda olduğunu bilirsənmi belə? Yəni bir dəqiqə, mən ekranımı böyüt. Yəni böyüdüm.
Buyurun görək. Nəfəsi kəsildi. Bu nə sualdır Bərdaya? Görək nə agnostik dəlil gətirir gözə görə. Seymur da arxiv deyə buna nə olar? Və deyir ki, Əbülfəttah Əl-Şəhristani, Hicr 479. Belə deyir ki, onlardan, sələfdən bəziləri bu mövzuda çox ehtiyat göstərərək, hətta yəd, vec, istiva və bu cinsdən varid olmuş heç nəyi farsçaya söyləmədilər. Danışdıqları zaman bu şeylərlə birinə toxunmalı olsalar, səsləri bağlı olun. Naslarda gələn ləfizlərin eynisini işlədərdilər. Bu yol daha sağlamdır və bu metodun təşbihlə əlaqəsi yoxdur. Təşbihdən daha uzaqdır. Bunu Şəhristani deyir. Bəli, bu cürlə Sonra bir Əlbəğa. məzhəb də olub. Mənə bağışla bunu deyim, tamamla. Hətta bu cürlə bir məzhəb olub, firqə olub ki, tarixdə bu kəlmələrin heç birini tərcümə etmir, oxuyub üstündən keçiblər. Hə. Ay Seymur, bu Səhəbidir, o birisidir, bu birisidir. Bunlar bizim üçün dəlil deyil axı. Deyəcəm sənə, bir dənə səbir ol. Səbir Sonra ki, deyir ki, Seymur, indi bir dənə bunu anlamağa çalışsan, nəqil oxuyub gelməyək. Sən bax Peyğəmbər əshabısan, gəlmirsən, Abu Zərsən. Peyğəmbərin yanında oturmuşsan. Peyğəmbər bu ayın gətirində, bu sənin dilindədir də. Sən bu kəlməni başa düşürsən, düşmürsən. Öz dilindir də. Abu Bakır, Ömər, Osman hamısı ərəbdir də. Əli, nə bilim Təlhə, Zübeyir. Onlar bir şey deyil. Fahadın qəbul elə də qədimdə hamı təfvid edib qardaş. Niyə uzadırsan? O qələti elə Sonra, təhdid edir. sonra mən Sahabədə, alimlər tabiində, ətbə tabiində, Yoxsa- mücəssimə Sonra olublar, deyir ki- bəziləri Bərdayın, Sonra deyir ki, bəziləri etibar. əksər hamısı da təfvid edib. deyir ki, Əz-Zəhəbi sələf imamlarından Əbul Abbas İbn Cüreyc Əl-Bəğdadinin Hicri 249-dur. Ondan belə nəql edir. Nüzul, yəd, əl, istiva, təəccüb kimi sifətlər və Qurandakı mütəşəbbih ayələr haqqında etiqadımız budur. Onları qəbul edirik, rədd etmirik, vergül. Müxaliflərin təvil etdiyi şəkillərdə təvil etmirik, vergül. Onları müşəbbihənin təşbihlərinə həmlə etmirik, vergül. Onun sifətlərini ərəb dilindən başqa dilə tərcümə etmirik. Xəbər və ya ayələrin zahirinə təslim edirik. Xəbər və ayələri zahirinə təslim edirik. Tərcüməni niyə etmirik qardaş? Çünki məna verməkdir. Mənanı da vermirik, nə edirik? Təfvid edirik. Saşa, səni bu yayına qoşmayacağam. Sənin yerin Alparslanın yayını da. Qoy onu deyim, bayaqdan istəyətmişsin. Sonra Bir də deyir ki, o vaxt Şafi qoşaram ki alimlər səni. Sən gizli rafizlik yox, səmimi etiraf edəsən ki, əşhədü ən nəliyyən vəliyullah. Bunu deyərsən qoşaram. Sonra deyir ki, Şafi alimlərindən, Şafilərdən Əbu Bəkr Əl-Beyhəqqi Əl-Əsma və Sifət adlı kitabında İmam Şafinin şeyxlərindən olan Sufyan bin Üyeynədən belə nəql edir. Uca Allah öz kitabında özünü, onunla vəsf etdiyi hər bir şeyini təfsirini, onun oxunuşudur. Heç kimə onun nə ərəbcə, nə də farsça təfsir etməyinə icazə vermirik deyir. Açıqlama olunur. Nə ərəbcə, nə də farsça icazə vermirlər. Maraqlıdır. Aleyküm salam. İndi bu Hələ şey də deyir, bu Hənəfilərdən kəlamçılar var. Əbu Muayyin Nəsəfi də deyir ki, ərəb dilində uca Allahın yədi, əli demək caizdir. Lakin fars dilində caiz deyildir. Maraqlıdır, görürsən. Seymur, zəhmət olmasa şeyə gəl. Mən bayaqdan gözləyirəm ki, belə pis mən səs tonu biraz uzaldı, üzrsə. Bardayının verdiyi suala cavab ver də. Saşa tərbiyəsiz 5 saniyəli yatıram. Sözü bıraxsan bir dəfəlik edəsən. Arkadaş, bu elə suallardır ki, bu bilsiz nədir? Elə bir ki, inançlı bir kimsənin şübhədə olan bir kimsəyə sualdır. Yəni bir insan məsələ deyirsən ki, Ay Bardayım, sözü kəsən baxda, Seymur çox savadlı adamdır. Onu şübhəyə salmaq bir çətin o məsələdir. agnostikdir də, amma savadlıdır. Savadlıdır. Ay yox kişi, dəryadır adam. Yox, müsəlman agnostik, belədir. Bir insana nə deyirsən, Bərday, onu denə. Bir insana soruşursan ki, misal olaraq, Aha. telefonun hardadır tabiri caizse. Deyir ki, nə stolun üstündə və s. nə stolun üstündə, həm kondisionerin üstündə, maşında. Deyir. Sən deyirəm, Rəbbin hardadır? Ya deməlisən ki, Rəbbim
kainatdan xaric bir yerdədir və deməsin səmaların üzərindədir. Telefon ölçüsü olduğu üçün o hardasa olur, amma Bəli, Allahın Rəbbimizin həddi də var. Bəli, Rəbbimizin həddi də var. Bunu inkar etmək də küfürdür. Bəli. öyle cisim nə deməkdir bəs? Hə? Cisim Düz dedi, nədir? barda yapmak düz dedi. Cisim, bax, bir dənə səbir ol, bax. Biz cisim verəndə, təcsim edəndə, biz təcsim edəndə Sən işte sən tətsin. Rəbbə verdiyimiz üzvə keyfiyyət vermirik. Yəni ki, necə ki, əli isbat edib keyfiyyət vermirsə, biz digər cisimlərə də keyfiyyət vermirik. Biz bütün bunları isbat edirik. Baldıra kimi həmd olsun baldırı olan Rəbbimizə. Bunu Alparslan deyə Sən baldır deyəndə nə başa? Bərdaya, bir dənə qaqaş bağış. Bərdaya, baldırı bir dənədir, ikidəndir. onun sayı gəlməyibdi Nasda. Gəlib, İbn Abbas deməyirik, məsələn, kürsü 2 qədəmin qoyduğu yerdir. Demək 2 dənədir də onda. Ha, burada laf baldır 2 özü dənədir. nədir? Qəbul edirəm. Ha, burada nə problem? Amma ayədə bir baldır açılacaq. Gəlib Buxarıda gələn hədisdə bir baldır açılacaq. Gəlib. Yox, o ümumi söhbətdir. Yəni o sən özün haqqında da danışanda demirsən 200 gün. Məsələn deyirsən ki, filan kəsi yumruğumla vurdum. Sən ona bakabo 2 dənə udar vura bilərsən sağ sol. Amma deyirsən yumruğumla, bir yumruq nəzərçisi yox. Yəni bu danışıqda olan şeylərdir. Onda 2-dən çox demək olur. Onda 2 dənə də İbn Abbas deyir ki, 2 dənə də gələn hədisdə. 2 dənədirsə ikisinə də iman edirik. Ya, həmd olsun. Yəni burada heç bir problem yoxdur. Nas varsa eşitib itaat etdi. Nə problem var ki? Gözünə istəndə Bərdaya. Tək deyil də. Deyir ki, Rəbbiniz 2'dir. Alimler var diyenler 2'li deyiblər. Yox, hədis də var da Rəbbiniz tək. Bəs qulaq as. Bərdaya, əlini Tek istəndə. gözlü değildir, 100 gözlü de olabilirdi ama alimler deyiləm 2 deyiblər. Mən detallı var deyənlər, Mən təsdiq detallı edənlər sayılar var. var. Yox, bir dənə. Barmaqlarını istəndi, barmaqları. Qulaq as, qulaq. Ay, Bahəttin, bir dənə qulaq as. Mən deyirəm ki, nəql varsa biz, nəqlin hamısı iman. Mən də nəqillə deyirəm də, məsələn, biləngi var, biləngi. Yox, bir dənə qulaq as, sən istehza var edirsən, bir qulaq as. Yox, ciddi deyirəm, ay Bərdaya. Çünki nəqildə biləngi var axı. Yox, bir dənə qulaq as, Nəql olsa ki, saçı da var, biz deyəcək ki, səmi'nə və ata'nə, eşitib və itaat et. Mən də deyirəm ki, axıcan, bax, nəqildə deyir ki, sənin biləngin Rəbbin biləngindən güclü deyil, sənin ülgücün Rəbbin ülgücündən kəskin deyil. İndi demək, bunun ülgücü də var, biləngi də var. Yox, indi sənə bir şey deyim. Paltarı da var da. İsim və bax qulaq asın. İsim və sifətlərdə, təvilin icazəli yerləri də var, icazəli olmayan yerlər. Məsələn, yadullahi fawqa eydihim. Allahın əli onların əli üzərindəki ayətin təvili ərəbin dilində var. Məsələn, himayədə, yardımda, dəstəkdə və s. var. Amma biyədiyyə 2 əlimin təbili yoxdur. Yəni ərəbdə bu sözü deyəndə həqiqi mənası nəzərdə tutur. İstəva əleyna həqiqi mənası nəzərdə tutur. Əxi, soruş deyək də sənə. 2 əlin də məcazi mənası var. Həm Quranda var, həm Harda? Məsəd surəsində deyir, təbbəd yedə Əbi Ləhəb. Əbu Ləhəbin hər 2 əli qurusun. Çünki təsniyyədə yədadır. O əllə qurudu ki, qurudu da ayət. ələ girdiysən də sündə neşədə şey var, əli şikəst qalsın. O Dəccal hədisi var. Mən elə qullar bəndələr yollayacağam ki, onlarla döyüşmək heç kimin 2 əli yoxdur. Qüdrət mənasında tərcümə. Yəni bunu soruşum sonra davam eləyin. Barday sən məcazı qəbul etmirsən ki, isim sifətdə yox ha, başı Quranda. Məcaz, qəşəng. Məqlas deyir ki, Əz-Zəhəbi Siyarül Aləmin Nübala adlı əsərində İbn Hibbanın bu görüşü səbəbilə həmbəli cahillər tərəfindən əziyyətə məruz qalması haqqında belə deyir. Əbu İsmail Ənsari dedi, Yahya ibn Amr Əl-Vaizini gördüm və ondan İbn Hibbanı soruşdum. Dedi, biz onu Sidistandan qovduq. Elmi dərin idi, ancaq etiqadı sağlam değildi. Bizim yanımıza gəldi və Allahın bir həddi olduğunu inkar etdi. Allahın bir həddinin olduğunu inkar etdi. Biz də onu qovduq.
Bu indinin qırğını deyil, bu çoxdanın qırğını. Abi fayda üçün deyim ki, orada qeyd etdiyin Əbu İsmail Əl-Ənsaridə bu hər evi var. Həmbəllərdir. Həmbəllərdən Əbu İsmail Əl-Hərəvi var, məşhur tanınır. Onlar bu deyib ki, Allahın həddi yoxdur. Bir həddi yoxdur. Onlar da onu qovlayıblar. Sizistandan qovlayıblar. Düzdür. İbn İbmanı elə cəhmi deyib qovalayıblar kəndindən, kəsəyindən. Sonra buna Şafilərdən Əs-Subki deyir ki, bu hadisənin ardıca. Deyir, kaş biləydim deyib, qovulmağa kim daha layiqdir. Rəbbinin həddi nisbət edib, onu məhdud sayanmı, yoxsa onu cisimləşdirməkdən tənzih edənmi? Bu Subki Sizler niye okursan ay sevmem? Normal ispat eline okur. Gişləmə də, like agnostik nə də. Başın çatmır Bərdaya. Hayır, bizə sataşına sataş da onlara yox da la. Yok hep bizden neye göre diyelim oy bari. Bu adam okuyor, düzde okusun. Yani bunun okuduğu nəqildən belə başa düşürəm ki, ümumən yaradan yoxdur. Buxarı 2937B o hədisə oxusan görərsən orada əlin Lan Zuhruf da, estağfurullah, Zuhruf. Başı gedir evci. Xosrov da, bak danışır. Savadda olandır, mənə tarixdən nəql alır, fiqdən nəql alır. Bir dəfə demirəm ki, Xosrov, səhv deyirsən də. Yəni, özümüz də biraz şiəliyə meyillik. Əgər şiəli bu etiqadda elə danışır, deyirəm o, bu agnostikdir ki. da sayıra deyirəm ki, deyirsən, ateistsən, məzələnirsən, elə danışanda. Qardaş, burada müsəlman gördüyüm biri var, bax şey. Ateist necə olum ki, Rəbbi isbat edirəm. Agnostik necə olum ki? Elə başa düşür ki, məzələnirsən də, sən Allah Bax, inandın. məzələnə Allah lənət eləsin. Allaha and olsun, yeri göyü yaradıb, taxtının üzərinə çıxıb oturub, iki ayağını kürsüyə dirəyib, istilqa sifəti olan, yəni ayağı üstünə atma, dirsəkləmə sifəti olan, taxtı cırıldayan Rəbbim and olsun ki, tam səmimi etiqaddır. Yox, mən bildim bu nə deyir. Nə demək istəyir? Mən tutdum. Nə demək istəyir? Hamı bildilər ki, mücəssimədir. Bildim nə demək istəyir. İndi gülürsün, indi siz Birinizə mən yaxşı oxumuşam mən o vaxt etibar. Qulaq as, indi mən sizə deyirəm ki, Əynə Rabbukum, Rəbbiniz hardadır? Əcib, cavab verin buyurun. 70 dəfə cavab verdi də, dedik ki, Allah Hardadır da, mən hardadır o Rəbbə yönəlim də, ona yönəlim görüm o inandığınız kimdir də, yönəlim. Sən mütləq onun yerini bilməlisən ona yönəlməkdən ötürü. Yerin istiqamətdə deyil ona yönəlim. Allah o qədər uzadı ki, onun bir ölçüsü, həcmi yoxdur, ona görə də bir yerdə məktup. Yaxşı, indi qulaq as. İndi mən sizə məntiqi, rasional bir sual verəcəm, bax. Bir insan qatığı həm ağ, həm qara təsəvvür eləyə bilir eyni anda. Allah qatıq deyil ki, ona. Sizin də Allaha yüklədiyiniz xislətlər elədir ki, əqildə belə onu xəyal etmək olmur da. Yəni ki, onsuz da Allah təxəyyül etməməlisən. Onsuz da biz də onu deyirik. Təxəyyül edə bilməz bir şey. Sən necə ki qatığı heç cür ola bilməz, həm ağ, həm qara, bu hətta Allahın qüdrətinin xaricində olan bir şeylərdir. Çünki Allahın qüdrəti onun zatına yaraşan, tələb etdiyi şeylərə qüdrətdir. Ümumən olmayacaq şeylərdən aid deyil. Məsələn, Allah özü kimi bir ilah yarada bilməz, özü qaldıra bilməyəcək bir daş qaldıra bilməz. Çünki onun zatına mümkün deyil bu. Bu zehində olan, amma heç xəyalı belə imkan olmayan bir şey. İndi nəyə görədir? İndi mənə deyən görüm, sizin Rəbbiniz hardadır? Bu kəlamda, fəlsəfədə birinci sinif yox, bağça sinfi məsələsi ki, yəni ölçüsü cismi olan bir şey vacibül vücud ola bilməz, qədim ola bilməz. Qurandan ayət gətir. Hamı bilir ki, Qurandan ayət gətir. ona inanırsansa, ümumiyyətlə ateist olmaqla eyni şeydir. Qurandan dəlil gətir də, xahiş edirəm. Qurandan dəlil gətir.
Sən qatığın eyni zamanda ağya qara olmamağına Qurandan dəlil gətirdiyin. Yox, bu məntiqi mümkün olmayacaq bir şeydir də. Yəni buna Mən dediyim də odur ki, bu Allahın cisim olmağı məntiq olaraq mümkün deyil. Bax, Çünki elə bir şeyin sizə- qədim olmağı mümkün deyil. Sizə 1 il vaxt verirəm. 1 il sonra ölməsəm qayıdacam bu canlıya. Rəbbinizin harda olduğunu öyrənin, gəlin debat edin. Allah hamd olsun 1 il vaxt verirəm. Cavabı onsuz da verdik də. Yox, bir şey, Bərdayev, mən bir şey deməyim, Bərdayev. Tutaq ki, bildik ki, filan yerdədir. O bizim ibadətimizə nə kimi təsir eləyəcək? Onun təsiri o olacaq ki, Mən yenə zöhr namazını durub qılıb gedib yatıram. Yəni mən o O nə suala təsir... Əbu Hənifə 1200 il qabaq cavab verib ki, Fiqhul Həbsatında Əbu Mutal Bəlxin sualına ki, Allah üçün haradasa sualı verilməz. Onun üçün eynə yoxdur, eyniyyət yoxdur. bu Əbu Hanifə uydurmadır. Yox deyil. Əbu Hanifə Yox, elə Əbu Hənifə uydurma zad deyil, Əbu Hənifə bu etiqaddadır. Hələ ondan o birisi tərəfə etiqaddadır. Sizin etiqadda olsaydı, heç səndən daha az mücəssim olan alimlərin Ümumiyyətlə, ona Bərdayev, təslim edilməzdilər. bu şey ad və sifətlər məsələsində Allahın zatı, sifətlər məsələsində bu hədisçilərlə, hədis əhli ilə, bu kəlam əhlidir, mütəkəllimlərdir, rəy əhlidir. Bunların arasında qəbullanmaq lazımdır ki, ciddi münaqişə olub. Hələ də bu münaqişə davam edir. Bunu inkar eləmək lazım deyil. Yəni bunu gizlədək, malalamaq lazım deyil. Bu həqiqi bir ciddi olan bir şeydir, fakt. Hədis əhli, hədislərin zahiri ilə məsələləri başa düşür. Ona görə də arada münaqişələr var. Ona görə bu gün biz bilə bilmirik ki, Əbülhəsən Əl-Əşarinin öz yazdığı əsər, Əşarilərə nisbət olunan əşari alimləri, bunlar arasında ciddi fərqlər var. Öz yazdığı kitaba baxırsan 1, Əhl-i Sünnət olmamışdan qabaq 2, sonrakı məzhəbin alimləri ona nisbət edirlər 3. Mən bunu ayırd eləyə bilmirəm. Məzhəbin alimləri şeyxlərinə başqa şey nisbət edirlər, özünün yazdığı kitablar başqa şeydən danışır. Onları məncə Təlhə yaxşı bilər, onunla danışsan yaxşı var. Mən əşarilər haqqında burada bilmirəm kimsə. Talha kimdir? Əşari. Talha kimdir? Adı ərəbcə Təlhə yazan var, bir dənə qardaş. Mənə maraqlıdır. Misal üçün Məqalətül İslamiyyəni oxuyursan, Əl-İbanəni oxuyursan, başqa şeydir. Əşari alimlərinin İmam Əşariyə nisbət elədiyi başqa şeydir. Necəsiz? Aleyküm selam rəhmətullah. Şükürlər. Ne ediblər? Nəzər sana aleyküm salam, sülh olsun. Bəlkə sən bilərsən. Bunlar bilmir. Rəbbin hardadır? Hətta bunlar bilmir ya. Bədbəxt. Mənim Rəbbim məkanda olmadan mövcuddur. O nə səs Məsələ olur? o belə olur ki, mənim Rəbbimin məkana ehtiyacı yoxdur. Bildimi? Hardadır da Rəbbin, yəni? Məxluqatı yaratmamışdan əvvəllərdədirsə, elə həmin Məxluq, yox, belə deyim də, məxluqatın Allahda dəyişiklik baş kənarındadır. vermir. Allahda dəyişiklik baş vermir. Yox, məxluqatın kənarında. Ayrılır bilirsənsə, yəni Allahın zatı məxluqatla birləşmir. Yox. Rahat deyirsən belə sualın cavabına. Hə, heç olmasa bunu qəbul elədin, həmd olsun. Yəni. Yaxşı, Yəni, o bəs gün Bərdayev ödəyəcəm deyilsə məsələn. ki, Rəhman hər şey istifa eləyib, bu da qane eləyirsə, Hər şey istifa yox. Taxta oturub, tərcümə edin də, mən nə qədər Səmaya ucaldı da deyə bilərsən də, Bərdayev. Buyur, bax. Bir də dinlə də. Bu deyirəm məxluqundan ayrıdır ya. Ona aid bir dənə sünni nəqlisdə görüm. Şiədə var, Allah bəyindir. Kim? Yox, hədis Deyir yox, deyir Allah məxluqatından ayrıdır ya. Ona aid bir dənə sünni hədis nəqli gətirsinlər görüm. Sünnilərdə də var. Yox, niyə ki bizim Sən kitabımızda? Allah. sünni nəqli deyəndə nə qəsd eləyirsən, sünni nəqli deyəndə? Sünni kitablarından ki peyğəmbər desin ki sallallahu Peyğəmbər aleyhi desin ki, hədis olsun da. Var. Sünni O kitablarında. ayrı da deyəndə mən qəsd eləmirəm. Əstəğfurullah şey deyə, Allah şeydə aləmin xaricindədir, belə bizə məsnəti məsafədədir. O mən də deyirəm ki, yəni Allahla bizim aləm birləşmir zatından. O mənə də deyirəm ayrıdır. Bax, Sünnilərdə də var. hədis var. Şiədə hədis var ki, Allah yaratdıqlarının ayrıdır, bəyindir. Yaratdıqları Allahdan bəyindir. Buna bizdə imamda hədis var.
Yadınız başa düşməyi sıxmaq üçün demirəm. Sadəcə Yox, araşdırmaq mənə üçün belə demirəm. çıxmasın hədis olmasın. Sizə o hədis Deyəcəm, mən- peyğəmbərdəndir yoxsa imamdandır? Anlamdır. Demək sizdə Hədis var mı olmasa belə bir? da, İmamdan olmağı bizə görə problem deyil ki, bizə görə onsuz da imamlar da alimlər səviyyədədir, eyni İndi dövrün sən, adamları. indi sən bir dənə məsələn Əhl-Sünnə kitablarından belə bir nəql gətir ki, Allah yaratdıqlarından ayrıdır, yaratdıqları da Allahdan ayrıdır. Belə bir şey nəql. bizə o nəqilə ehtiyac yoxdur ki, biz onu nəqillə tapırıq. Amma belə məsələn kitablarda keçir. Yəni o necə keçir? Yəni o birləşik olmadığı. Məsələn Mətalib Laliyədə razıdır ki, elədir. Yəni birləşmir Allahın zatı. Yox, buna kiminsə rəyidir, yoxsa nəql var? Qardaş Var bizə da, görə var. imam da alimdir. Bizə görə imam da şey məsəl üçün sizin dediyiniz kimi hüccət deyil. Yəni sizin gətirdiyiniz peyğəmbərdəndir bə ya. Ay şah, niyə hədisi demirsən? Deyir ki, Kən Allahu və ləm yəkun şey'un gayruhu. Allah var idi, ondan başqa heç nə yox idi. Bu elə bəin olmağına dəlil. Onun bəyinə adəti yox. Sən Bahəttin, Cəfər Sadiqin namaz qılma formasını Şiə kitablarına rəvayət eləyə bilərsən, səhih. Mən heç bu suala görə qalxmamışdım. Mən qalxmışdım Peyğəmbər qardaşım. Həmmadın namazı yaz, İmam Sadiqdən oturub yanında O yazır. şey qardaş saat danışdın, onun ötürü qalxıb. Sonra o Mən Seymur qardaşı görə qalxdım ki, İmam Ha, Əşəri buyur. elə belə, ona görə qalxdım. Haycan Ha, ha. qardaş nə dedim? deyirəm ki, bu əşarilik deyildi də. Əslində qayə budur ki, bunu Əbul Həsən Əşariyə nisbət eləyirlər. Aha. Biz İmam Əşarinin yazmış olduğu, yəni biz bilirik ki, əvvəl Mötəzili olub, sonradan tövbə edib keçib Əhl-i Sünnətə. Əhl-i Sünnətdən də tam başa düşə bilmirəm. Bildiyimiz bu ad və sifətlər həmbəllərdən fərqlidir. Aha. Bu İmam Əşari deyirlər Əl-İbanəni yazdı, son kitabı budur. Bir də Ən son məqaləti kitabı yazdı. Əllümadır. Ən son kitabı Nə? Əllümadır. Əllüma. Hə, mən Əl-İbanəni bilirdim. Yox, Nəysə, Əl-İbani. tövbədən sonra Əl-İbanəni yazıb, məqaləti. Aha. Bəli. Bunun o kitabları ilə sonra əşarilərə nisbət olunan əşari alimləri var, mütəkəllimlər var. Onlarla kitab arasında şeylər var, ziddiyyətlər var, bir-birinə müxalif olan görüşlər var. Yox, Biz belə İmam bir şey. Əşarinin hansı görüşü şeydir? Anladım, öncəlidir? anladım. Təbliğ Kəzbil Müftəri var. İbn Əsakir'in yazdığı İmam Əşari'nin İftiranlar cavab kitabıdır. O kitabda Əl-İbanənin əsl çapını, əsl necə deyim olduğunu, mətnin necə olduğunu izah edir kitabda. Mən indi ona etibar eləmirəm. Tamam da bunu etibar eləməmək deyə bir şey ola bilməz. Axı bu adam Yəni bunu niyə sənin etibar eləmirəm? Niyə etibar eləmirəm? Zaten şey burasındadır da, müzakirənin ana nöqtəsi budur ki, İbn Əsakir də mənim kimi kənardan görür ki, İmam Əşariyə nisbət olunan kitablarla İmam Əşariyə nisbət olunan İbn etiqad Əsakir arasında... səhih sənədlə gətirir onu. Hə, qoy fikrimi bitireyim, sonra o kitabın şeyini deyim. Görür ki, arasında şey var, bir-birinə müxalif olan gör var. Burada iki məna qəsd olunur. Ya İmam Əşarinin özünün yazmış olduğu kitablar ki, nisbət olunur. Bunlar səhih deyil ki, bu yolla ispat eləməyə çalışır ki, o kitablar ona nisbət olunsa da bunlar səhih deyil. Ki, İmam Əşarinin tələbələri və yaxud da məhzəbin alimləri şeyxə daha doğru şey, görüş nisbət edirlər. İbn Əsakir çünki Əşari Ən son alimidir. kitabı Bəli. Ən son kitabı dediyim kimi Əl-Lumadır. Əl-İbanə deyil. Əl-İbanənin ümumiyyətlə təhrif haqqında günümüzdə müasir şeyxlərində kitab yazmaları var, məqalələri. Plus da ki, Əl-İbanənin təhrifsiz baskısı deyə bir dənə kitab da çıxarıblar. Sizi atanımın çapında bir dəqiqə ata bilərəm sizə. Fərqli sənədlərlə, fərqli mətnlər var. Ha, yəni onun təhrif olduğunda necə isbat edilir? Dipnotda bir-bir Mən gətirib, Şabi, bir dənə üzr istəyirəm. Mən çıxıram, bir dənə sağollaşım. Burada mühaqqiq var, bilmirəm etiqad tam nədir. Deyir ki, mən xristiyan olaraq qoşulmaq istəyirəm. Mən də dedim ki, agnostiklər qoşulub, yəni söz azadlığından istifadə edirsə, sən niyə qoşulmayasan? Və mən sizə şairin bir sözünü deyim, biraz qabağıma bir nəql çıxdı bu araşdıranda Google-da, onu oxuyum. Şair deyir ki, deyir, Rubbəmə təştəqu yevmən lilləzi zərə'l məhəbbətə vaxtəfə. Deyir, bir gün o kimsə üçün darıxarsan ki, qəlbində məhəbbət toxum
əşdi və yoxa çıxdı. Allahu akbar. Oldu sulh olsun. Salam aleyküm. Barday, get gəl, biraz məcaza öyrən, səndən danışacağam. Amma isim sifətdə Sizə yox. bir il vaxt verdim, bax, sizə bir il vaxt verirəm. Rəbbinizin Nəysə, yerinə Barday. mən gələcəm. Cəmaətin sözünü kəsmə, get məcaza öyrən, özüm səndən debat eləyəcəm. Sonra Qardaş, mən sizə bir il vaxt vermişəm. Rəbbinizin yerini öyrənin, debat eləyə. Oldu. Ha, biz bilirik, sən bilmirsən. Düşdüm rəhbərimiz. Biləm bir şey deyim. Sonra mən oxudum ki, İmam Əşari tövbə edəndən sonra bu Əlibanəni yazır. Bəli, bəli. Gətirir bunu həmbəllərin şeyxi var. Bərbəhəriyə göstərir ki, mənim etiqadım budur. Etiqadımın da şeydə də yazır kitabda ki, İmam Əhmədin məzhəbi üzərinədir. Onlar da ondan onu qəbul eləmirlər. O kitabı ondan qəbul eləmirlər. Bu Əlibanə həmbəllərin etiqadı üzərinədirsə, niyə görə Bərbəhəri onu qəbul eləmir yəni? Tövbəsini qəbul eləmir. Onda bilirsən O sən sənəd var ki, aparır Bərbəhəriyə, yoxdur axı elə bir sənəd. Cəmaatın ağzına dolaşmış sözlərdəndir. Bilirsən, yox, o nəqil kitab var axı, sabitdir bu. Yo, nəqildə Seymur həm də gəlir axı, ümumiyyətlə heç kitabı oxuyur ki, bir qəbul edir. Hədə yəni oxumur da, məsələ odur ki. Ümumiyyətlə qovur da onu. Yəni nifrəti var, kini var, qovur ümumiyyətlə, oxumur. Bilsən hər hadisəni abi Biri var sənəd oxuyan üzərindən inkar də eləyər ki, o biri var oxuyan inkar eləyər ki, bu yenə də cəhmiyyəni etiqaddır, biz qəbul eləmə ötəzdir. Lap yaxşı deyək ki, sənədsiz qəbul eləyib. yox, hər kitabı sənəd üzərinə aparmayaq. Onda biz sabahlarım şfaqatda qala bilərik. Tamam, yaxşı. Sənədsiz sənəd çox getmir. Tamam, yaxşı. Hekayənin sənədi yox. Bir dəqiqə. Hə, mən məsələn deyirdim, bilmirdim kitabın. Kitabın qalsa heç Buxarinin Ət-Taifin şeyində isnadında 2 dənə məhsul ravi var. Gərək Buxarinin biz al qəbul eləmirik, amma qəbul eləyirik. Məsələ o deyil. Nəyin? Buxarinin nəyin? Buxarinin Ət-Taifi var. Rəvayətində Ət-Taifində 2 dənə məhsul ravi var. İstəyən araşdıra bilər, problem yoxdur. Burada da bir dənədir. Müslümdə də bir dənədir. Yo, Taifi deyirəm, mən Səhih Buxarını demirəm. Deyirəm Ət-Taif kitabı var, rical. Onda 2 dənə məhsul ravi var. İsnadında. Biri var kitabın isnadı, biri var ki kitabın ravi, hansı bir ravi dəvədir. Yəni bu şey Ət-Taif bizə bir yolla gəlir. Bir yolla gəlir. O kitab bizə bir yolla gəlir, o iki dənə ravi şeydir, məhsuldur. Onun hansı yolu ilə gətirsən gətir, onun ravilərində şeydir, məhsulluğu var. Onun haqqında yazılar da paylaşılıb belə. Şeyxlər də danışıb. O mənə maraqlıdır. Hansı yolla gətirirsən? Bilsən bir var burada Bərdayı. Sən mən etibar yolu ilə gətirək, etibar burada məhsuldur. Onun elə çox da zinciri yoxdur axı. Onun elə çox da zinciri yoxdur. Yəni deyirsən 2 zincir var, ikisində də məhsul var. Şəkil düşəcəksən. Hə. Hə, iki yolla gəlir, ikisi də məhsuldur. Aha. Yox, əsas 2 dənə ravi var ki, o ikisində də var. O ikisi də məhsuldur. Maraqlı idi ya. Çox girmə, başqa şeydə də çıxacaq. Hə, söhbət. Ada girən girib da, bura qədər girmişik. Burada şey olmazsan, girsən. Yəni 20-ci batar. Sen sonra gəlib Quran sənəddən azadını axtaracaq, düşəcəksin şəkkiyə. Söhbət öyle. Müqəddiməsini atarım, müqəddiməsinə baxarsınız ki, nə deyirlər o haqqında adamlar. Hə, mən maraqlıdır, oxuyaram. İnşallah atarım oxuyarsın. Deməli, lap Bərbəhəri o sözün qəbul eləyək də, yaxşı deyib. Bərbəhərin o qəbul etməməsi bizi nə kəsb eləyir ki? Plus da ki, baxırıq ki, məqalətdə də, İbanədə də, yəni bu adam kəlam eləyir də, hər bir halda. Bu adam kəlam edir, tövbə elədi ki, bu məqalətdə də kəlam eləyir, Cövhər Araz bəhsinə girir, Umrə Əmmə bəhsinə girir. Umrə Əmmə mütəqəddim həmbələrə görə haram deyə ümumiyyətlə o bəhslərə girmək, Cövhər Araz məsələlərinə girmək. Amma bu adam Umrə Əmmə yazır kitabın axırıncı babında. Özü də ki, bütün məsələlər nəql edir, bir dənə öz görüşünü demir. Bu həmbəllərdə də deyəndə ümumi danışırsan, həmbəlləri də mən tutanmamışam. Onlar da qism-qismdir. Bəziləri belə ən köhnələri. Hə, köhnələrdən olan, hə, başa düşdüm. Hə, yəni hədisçilər deyədi, hədis əhli. Hə, şeydir, nə bilim, İbn Aqildən zatdan danışmıram da. Hə, bildim. Zağunidir, Bərbəhəridir, şeydir bunlar. Hə. Yox. Zağuni çox da şey deyil, açıq deyim. Zağuni o qədər şey deyil, necə deyim, radikal zat deyil. Niyə? Allahın ad və sifətlərində Bərbəhəridir, Zağunidir, Əbu Yaladır, bunlar danışıblar. Nətər? Bunlar ilə ən başda gedənlər. Əbu Yala, məsələn, kəlamı caiz görür Əbu Yala. Yo, indi bildim də bir kəlamı caiz görmədiyindən başqa, onlar ad və sifətlərdə radikal birlərdir da.
Vallahi mən Qadabiyalıdan nəqlim var ki, Qadabiyalı əşariləri, yəni əhli sünnə görür, amma məsəl üçün Qirmaniya soruşsan deyək ki, kafirin biridir. Mən belə radikallıqla danışıram. Heç olmazsa məsəl üçün biri var bidətçi zat deyə, biri var ki, biri var ki, kafir deyə. Hə. Dediyim kimi, onu qəbul etməməsi də bizim üçün bir şey kəşf ediləmir. Plus o adam kitabında kəlamdan davam edib. Hə. Ondan da əlavə ən son kitabı araşdırmaçılara görə Əllimadır. Yəni Libana deyil. Əllimada da yenə də kəlam da eləyir. İmamlar ümumiyyətlə ona nisbət verəndə o kitabı, misal üçün, hansısa bir görüş nisbət verəndə o kitaba nisbət verir. Ən son görüş olaraq da o kitabdan gətirilir görüş olaraq. Ondan da əlavə, məsəl üçün, İbn Xurəqi məqalət üzərində kitabı var. Məqalətin üzərində yazılmış bir əsəri var. İmam Əşərinin məqalətin üzərində. Orada gətiriləndə, o kitabı gətiriləndə, orada nə təqsim yoxdur onun məqalətin üzərində şərh yazanda. Nə bilim, nə təşbih yoxdur, heç biri yoxdur. Normal təhfiz var. Təhfiz də ki, bizə görə problemli bir şey deyil. Bəqilən də təhfiz əhli olub, İbn Xurəq də təhfiz əhli olub. Yəni əvvəlki mütəqəddim alimlərimiz təhfiz alim olub. Yəni hətta İmam Məşərinin alimi deyil, tələbəsi deyil ki, bu İbn Xurəqlə Baqilani. Onun tələbəsi iki dənə tələbəsi var məşhur. İndi bu İbn Xurəqdir, Baqilanidir. Bunlar onun tələbəsi deyil qardaşım. O onun tələbəsi deyil. O tələbəsinin tələbəsidir. Tələbə adı çəkmədim. Ürəyim deyirəm ki, Baqilanidir, İbn Xurəqdir. Bunlar da mütəkəllimdir da. Ha, mütəkəllim olsa da o təhfiz əhlidir. Yəni onun sən deyirsən zidd görüşləri var. Orada zidd görüş ola bilməz. Sadəcə təvillə şeydir. Birində ola bilər ki, təvil olar, birində ola bilər ki, təhfiz olar. Bundan başqa heç bir şey ola bilməz. Yəni bilirsən, mən hələ bunların tək-tək kitabını oxuyub incələməməkdən qabaq. Bu aradakı ixtilaf bilirsən də ortadadır. Sələflər, Əşarilər, bir də Maturidlər. Bunların arasında münaqişə varmı Allahın ad və sifətlərində? Hə, var təbii ki. Amma Əşərlə Maturidlərlə belə ciddi yoxdur. Yox, bilirəm da, indi bu həmbəllərlə bunların arasında bu problem var da, düzdür? Bəli. Problemdən də ortada nəsə var ki, bu problem var da. Yəni hər şey güllük gülistanlıq olsa nədən ötürü arada ixtilaf olar? Həmbəllərin mən belə şeyim də, həmbəllərin mən xəbər sifətlərdən mufavvid olduğunu fikirləşirəm. Onda çox da araşdırdığım qənaətim budur. Amma həmbəllərin bizim təfvizimizdən heç həmbəllərin təfvizinin deyil. Ha, bilirəm, amma həmbəllərin bəzilərində də oradan Allah həcm ölçü vermək ola bilər. Bir də kəlam sifətində onlar Allahla birlikdə başqa qədim varlıqlar şey edirlər. Səsi qədimdir deyirlər və s. belə problemli görüşlər var. Amma belə əl-qol haqqında onlar təfvid üzrədirlər. Yəni bu sonraki dövrlərdə oldu da bildiyim qədərilə. Selamünaleyküm həmbəllərdə. Keçmişdə yox idi. Nə yox idi? Aleyküm selam. Keçmişdə yəni muvafid olublar. Ondan sonra bu şeylər oldu. İbn Teymiyyə ayrıldı. İbn Teymiyyə də özünə görə bir nəsə qurdu. Onu demirəm. Əl-qolons da deyirəm təfvid ediblər. Amma Əhməd ibn Həmbəlin özünün Allahın kəlamı haqqında görüşü problemli görüşdü. Yəni o Allah qədim olan səslə danışır deyir. Əslində bir şey deyim. Əlbəttə keçir ki, Nə ki sözünə yox, siz davam edin maraqlı. Nə ki səslə, hərflə danışdığını da deyirlər. Hər. Səs və hərfi isbat edirlər. Əslində bəzi həmbəlilər səs və hərfi nəfi edirlər, isbat etmirlər. Bəziləri qəbul etmirlər hərf və səsi. Hətta ərəb dilində danışdığını deyirlər. Hə, onlar vəbşi tərçimdədir. Onlar vəbşi belə şeydir, axır dərəcələrdir. Nəsə deyəcəkdim, yaddan çıxdı. Hə, Füqul Əkbərdə keçirdi ki, hərf və səslə danışmır, alətlə danışmır. Hətta o hərf və səs isbat edənlər də bidətçi deyirlər. Amma orada mən tam başa düşmədim. Orada təhqiqin alim deyir ki, bu Əhməd ibn Həmbəl burada qəsd olunmur. Onun hesabından pozulanlar qəsd olunur. Yəni bidətçilər, bidətçi bəzi həmbəllər. Mənə tam çatmadı ki, yəni onda belə çıxır ki, Əhməd ibn Həmbəl bu görüşdə olmayıb, onlar yalandan ona nisbət ediblər. Nə ediblər ki, belə bir şey deyil. Məncə bu Əhmədi vəziyyətdən çıxartmaq üçün olan sözlərdir. Əhmədin o kəlam sifətində görüşü də oradan odur. Bütün tələbələrindən gələn odur. Çünki bir dənəsindən gəlmir. Abu Davud da onu nəql edir, oğlu da, Kirmani də, o birisilər də.
Salih də. Doğma oğlu bunu rəvayət edəndən sonra qıraqda kim nə deyilsin də. Oğlundan etibarızları da rəvayət edir. Əbu Davud Əs-Sidistani o Sünəni yazan. O da tələbəsidir. Həm də bu Rüstəm İbn Qudam izah verir də o sözünə. İbn Qudam deyir ki, bizim hərf və səsdən qəsdimiz tərtibli olan hərf və səs deyil, eşidilən olmasıdır kəlamın. deyirlər ümumiyyətlə nəfs kəlamı eşidilir qəbul eləsin. Onun ötəyinə şey. Nəfsi kəlamı eşidilir deyən qəbul var da. Hətta onu desin də bir dəfəlik kökünü ələsində da bu cutma nədir? Yaxın bir sinəzədir. İndi mən demişdim də, həmbələrdə bir dənə üsul var, baxışda Xosrov qardaşım. Həmbələrdə biraz üsul var. Belə danışanda çox bir də əhlinə rəhbər vermək üçün belə çox şeylə danışırlar da. Necə deyim, problemi sözlərlə danışırlar. Problemi sözlərlə rəhbər edirlər. Biraz radikal yanaşırlar. Onlara görə gəl baxır belə bir şeyə çıxdı da. Ona görədir. Rüstəm Mehdi Xozavari sən kitabında atmışdım. Ha. O Mihnə hadisəsi haqqında fikrin bilirsən, mən izah deyim. O deyir ki, Əhməd bin Həmbəli həbs eləyənlər, onu mihnəni yaşadanlar ümumiyyətlə çox heç mötəzili deyil, elə birbaşa normal əhli sünnələrdir, hənəfilərdir. O da nəfsi kəlamı qəbul edirlər. Əbu Hanifə deyir Allah hərflə danışmır, səslə danışmır. Əhməd bin Həmbələ və onun əshabına görə də bunu demək ümumiyyətlə Quran məxluqdur deməklə eyni şeydir. Elə bunun üstündə onlar Əbu Hanifə haqqında da gəlir, Həmbəllərin kitabındakı o Quran məxluqdur dedi. 2 dəfə nə bilim belə oldu, elə oldu. Özdə Mötəzilə indi elə ayrıblar ki, daha üzr ifadəmə ki, cındır çatıblar ki, Mötəzilə əsli köklü bir əqidə olub, böyük dünya səviyyəsində, saray səviyyəsində olan bir əqidə olub. Mötəzilə belə çöldə qalmış olmayıb ki. Yo, Mötəzilə zaten elə bir şey olmuyor. Mötəzilə üsulları var, çox güclü üsulları olur. Amma mənim sözüm deyim nə idi? Bu Əbu Hanifə bu Allah səslə danışmır görüşündə olduğuna görə nəfsi kəlamı və ləfsi kəlamı ayırır da. Ləfsi kəlamı əlimizdəki ərəbcə Qurana məxluq deyirək. Bu Əhmədin əshabı da ümumiyyətlə nəfs bir dənə Quranı qəbul edir də, nəfsi kəlamı qəbul eləmir. Elə deyir ləfsi kəlamdır. Onlar da Əbu Hanifənin sözünü ona görə belə başa düşürlər ki, Əbu Hanifə deyir belə Quran məxluqdur. Bu Həmbəllərin kitabında Əbu Hanifə Qurana məxluq dedi, rəvayətlərdə elə buradan qaynaqlanır deyir. Yəni Əhmədə mihnən yaşadanlarında İbn Teymiyyə buna oxşar bir şey gətirir qardaş, yəqin oxumusan. Deyir ərəb və ərəb xalqı məxluqdur da, ərəb dili. Məxluqdur. Amma deyir Allahın nəfsində olansa qaimdir. İbn Teymiyyə onsuz da problemi sözlərlə danışır. İbn Teymiyyə deyir ki, Allahda bu sözü sizin əqidə, bizim əqidə daha uyğundur da. Yəni ki, deyir ki, ərəb dili və ərəb xalqı məxluqdur. Avtomatik olaraq Quran nə dilində gəlir? Ərəb dilində. Nə olur? Yo, dil başqa, xalq başqa da. Deyir ki, ərəb dili və ərəb xalqı məxluqdur. Onu deyirsə, hə başqa, özü qəbullanırsa lap yaxşı. Biz onsuz da elə deyirik. O özü qəbullanırsa lap yaxşı. Deyir, amma nəfsində olan qaimdir. Bu da şiədə də belədir ki, məsələn, Allahın elmi qaimdir. Onun heç bir dili adəti yoxdur. Məxluq deyil. Amma zahir olan, çölə çıxan muhtəsdir. Və Quranda 2 ayədə Qurana Allah muhtəs deyir. Hədis deyir də. Düzdürmü? Mən bunu Türklərin yayında dedim, mənə söyüb atdılar yerə ki, ayağımın altını yalaya bilərsən, dedim. İndi mən bir dənə də bir şey deyim, sonra Yox, ayə deyirəm, Allah Quranda özü muhtəs deyir. Deyir ki, ayağımın altını yalaya bilərsən, yayına at. Bu şey də Rüstəm Mehdam da orada şey gətirir ki, bu elə Osmanlı torunları sərtdilər də Rafizilərə qarşı elhamdülillah. O şey mən paylaşacaqdım. Osmanlı nereye gidiyorsun? Əhmədə o mihnəni eləyən alimlərin bəziləri, bu İbn Sa'd olsun, Həmmad ibn İsmail ibn Həmmad zad, bunların şey görüşləri də var axı bəziləri əlimizdə, bu qədər zat haqqında ya belə əbədi böyük günah işləyənlərin cəhənnəmli yol olmamağı haqqında baxırıq, görürük ki, şeydir. Yarısı heç bu məsələlərdə Mötəzilədən uzaq görüşdə olublar. Oradan da gətirir ki, yəni tək Mötəzilənin üstünə də atmaq olmaz ki, Əhməd həbs eləyənlər hamısı Mötəzilə olubdur. Elə deyir, yarısı şeydir, normal maturidi görüşdə. Məncə Əhmədi vuranları qaralamaqdır, hamısını Mötəzilə demək qardaş. Çünki axı bu da köklü bir əqidə idi. Sarayın dini idi, qardaş, sarayın əqidəsi idi. Təəssüfkeşlik edirlər. Məsələn, bizdə indi bari kimisə qaralamaq kampaniyası.
Mötəzilə demək bəyən batıl demək deyil ki, qardaş, mötəzilə də haqq tərəflər vardır. Biz niyə mötəzilədən gələn bir şeyi vurub tullanmalıyıq həmən ki? İbn Teymiyye'nin de bu kelam görüşü on daha O qədər qəribə. dərdimiz azdır ki, Vahəttin, bir hələ mötəziləri də gətirək çalıyaq. Günümüzdə o qədər azdır ki, ixtilaf. Mötəzlə Ay- şeyxləri ay- kim deyir ki, Mötəzlə şeyxi yoxdur? Mötəzlə şeyxi var da, Misirdə, nə bilim, şeydə Bağdadda zətdə var. Ailə o qalsın orada, Hansın? gətirmə o bura sən də. Var, Senin valla Özdə sərf eləyərdən, yəni belə Təsəvvür elə gedir Hayır, kimsə, şey mi? orada əqidəni öyrənir, gəlir təbliğatadan. Əhməd bin Həmbər yox idi, Əşari Maturidi yox idi, qardaş, mötəzilə var idi. qardaş, Əşəri Maturidi. Yəni, o şey dövrlərdə- Elə deyirsə, elə bir əhl-i sünnədən, əhl-i sünnə yox deyil Əşarilər, sonradan çıxıb şeydə. Əhl-i sünnə həmişə var idi. Əşari deyilməsinin səbəbi Əşərə nisbətidir. Bizim heç bir alimimiz demir ki, Mən bizlə Əşari əqidəsi çatmaz. demədim. Dedim İmam Əşari, Əbu Həsən Əşari və İmam Maturidi doğulmamışdı. Əhməd bin Həmbər doğulmamışdı, qardaş, mötəzilə var idi. Ola bilər, o düzdür. Hə. Prosta amma o demək ki, əhl-i sünnə yox idi. Zaten mötəzilə əhl-i sünnətə qədər bu mötəzilə əhl-i sünnətdən niyə ayrılır ki? Bu da əhl-i Kimdir ki, sünnət. Mötəzlə əhl-i sünnət? Mötəzlə harda əhl-i sünnət olur? Və nədir şiədir? Ha, Şiə deyil, Mötəzlə ayrı firqədir. Mötəzlə deyir ki, imamət mövzuda sizdən yeni düşünür. İmam Nə Məsum deyəcəyimi getmir söhbətə qardaş. Məsum demir mütəzilə, adil Məsum deyil. demir də deyirəm, deyən fəziyyət baxımından şeylər Buxarıda hədis gətirir ki, Peyğəmbər deyir ki, sallallahu aleyhi və aleyhi, Allahın seçdiyi rəsul və xəlifə məsum olmalıdır. Yəni Buxarıya mötəzilə mi deyək? Qardaş, Mötəzlə demirəm, məsumluğa. Deyirəm ki, adam deyir ki, Əli, Həzrət Əli, məsələn, Əbəkirdən üstündür. Bizə görə bu görüş şiələrin Şimdi görüşüdür. bunu hansı şey mötəzilə deyim o qardaş? Qad Abdülcəbbar, Mötəzilənin çoxun görüşü odur. Hamısı Harada yox. deyib ki, Əli 5 xəmsəsi var ha, xəmsəsi var onların. Ataram. Həmsə deyil, elə bildim deyir səsi var ya onun. Dedim onu nə danışır? Səs. Bir nə bir hədis var. Qulaq dedim deyir səsi var, öz səsi ilə. Səs yazması saxlamışıq. Mesela İbn Əbil Hədid də məsələn mötəzilədə birinci Əbu Bakır gətirir, Öməri gətirir, sonra Osman Ona sonra. görə usulü kafiyə şərh verib Amma də. fəzilətdə məncə Qafiyə vermir, bir də çoxlu çox- Nəsil balağaya. Nətil belə. Və onu Mötəzlə əhl-i sünnətdən görən, bir dənə bağışlı Postrov, əhl-i sünnətdən görən bir dənə alim yoxdur Mötəzlə. Nəçül Bəlağıya o qədər şərh yazanlar var ki, 1000 dəri ona şərh yazıb. O çatan elə ona şərh yazıb da o. Yox, şiələr yazıb da. Deyirəm Ay, Mötəzilədən. Get də, ala, get də ya. Alim yoxdur. Sünnilərdən də var yazan, sünnilərdən də çox yazan. Bir də ki, onlarda beynə məzlətiyin var. O necə ola bilər ki, biz əhl-i sünnəyə qoşulsun? Bax qardaşım, bəlkə indi təsvikeşdə qoya qırağa da. Bu siyasi mötəzilə. olaraq deyir bu yəni. Bu mötəzilə sarayın dini olan vaxtı. Bunlar özləri əhl-i sünnət gedirdi, şiə gedirdi. Qardaş, məcburdur ki, şiə sünnə getsin. Şiə sünnə niyə soxmuş ortaya? Adamlar elə bir ki, Sənə elə spam bilirsiniz ki, yazdı. şiə sünnədən yoxdur başqa məsələ. Bu şiədən də başqa məsələ var. Sünnədən də var. Nə bilim, xavaric var. Xavaric şiədir sünnə. Mən bu sualı ki verirəm burada 70 nəfər, 50 nəfər. Xavaric şiədir yoxsa sünnə? Heç biridir. Xavaric sünnidəndir da qardaş. A qardaş, kim deyir onu sünnədir? Yox, şiədən. Kim hansı firqə başı bəlalıdırsa özünə götürür. Ben diyeyim İmamın ki, ordusundaydılar, sonradan ayrıldılar şiədən. yok ben diyeyim ki Qulatlar şiədən çıxıblar qardaş, düzdürmü? Qardaş, bu şiə deyil axı. Qulaq asla, nə deyil, qardaş özünə şiə deyil, hamısı özünə imamcı deyil. Bugün Yamani də özünə şey. Xristian da deyir ki, mən cənnətliyəm, olsun müsəlman da onda. Cənnətlik demirəm, qardaş özünü hara nisbət verir? Bunların qaynaqları haradır? Hansı kitablardan istifadə edir? Yəqin ki, Mötəzilə Kafidən, Yaqub Koleynidən, Saduqdan istifadə eləmirdi ki. Niyə elə onlardan istifadə edir? Bizim hansı məsəl şeylərdən istifadə edib şey. Mötəzilə Əməllər biraz fərqli. Hamısına Mötəzilə bax. elə şiələrdən üstündən zaten istifadə ediblər. Aleyküm salam, İsmail İbn Nizami. Pürüstəki, Mötəzilə daha çox biraz Zeydilərin hədis külliyyatına da daha çox baxırlar onlar. bir dənə məsəl alim gətirin ki, əhl-i desin ki, bu əhl-i sünnədəndir Mötəzilə. Çox yox, bir dənə lap o vaxtdan gəlsin. Heç kim demir ki, əhl-i sünnədəndir Mötəzilə. Bir dənə gətirsən nə olacaq? Vallahi sən bir dənə əhl-i sünnə alimindən gətir ki, Mötəzilə əhl-i sünnədir, mən sənin sözünü qəbul edəcəm. Başımı üstə qoyacağam. Amma Nəçül yoxdur. Bəlağı özü neçə ciltdir? 30 neçə idi mən bilən. Ay nə 30 neçə? Bir Nə kitab. neçə cilt? Bir dənə kitabdır. Bir dənə kitab.
Nəhçə Buna, Balağa. buna İbn Hədid 20 cilt şərh yazıb. Bəli, bəli, bəli. Ne söz cümlə şərh bir cümləyə bir kitab yazıb. Şərhi də şərhdir ya. Şərh bilirsiniz necə olur elə şərhlərdə. Elə bil ki, onlar həm qrammatik mənadan şərh edirlər, qrammatik mənasını izah verirlər. Məsəl üçün bəsmələdən başlayır, bir daha birləşdirici ədatıdır. Zətdə hamısını belə izah verir bir cümlə. Hələ haqqa verim özündən qardaş. Seymur, sənin xəbərin elə yoxdur. biri. Bənin deyir altındakı nöqtədən başlayırlar onlar. Bənin özündən də yox, nöqtəsindən. Yox, o niyə elə 20 cild yazıb ki, oxuyan olmasın ona görə, yoxsa nə tər? Razıyım təfsiri də elədi də biraz. Yəni o da Böyük görməyəsi var. 6-7 cildə çatırsan görürsən. Qardaş elə bahatdır qardaş. Deyirsən ki, yox elə deyil. Şeydir, sizdə qrammatik şərh yoxdur. Var ya, amma İbn Əbil Hədid qrammatika ilə şərh verməyib bax ona. Mən deyirəm ümumiyyətlə deyirəm elə şərhlərin böyük olması səbəbidir. Mən demədim ki, İbn Hədid olur. Qaldı ki, indi külliyyət də yığıb. Allama Məclisi yüzü vurub keçib oyuna Allah saxlamış. O qabağına çıxanı yazırsan kitaba başqa şeydir. Bir də var ki, sən Həzrət Əli bir söz dedi, onun 20 cild nə yazırsan? Yox, dedi ki, bu elə onda namaz qılın. Bunun nə var bu? Yox, aç oxu da. Məsələn, hikmətli sözləri var, o ayələrlə, hədislərlə izah edir də, şərhlərlə izah edib. Qardaş, ki, Əli burada bunu dedi, bu tarixi hadisə baş verdi, Əli bunu dedi, filan kəs gəldi bunu dedi. Sağ tərəfinə baxa bilərəm. Elə bir ki, o necə deyirlər sağ tərəfindən. Mən bir çevirin. Yox, heç o şey var ya, ad yazılır. Deyə alimin adı zadı orta tərəfində, nə deyim ona mən? Üst qapağın, Müqəddimə. Yox, qapağın. Qapağın ortası əzizim. Estağfurullah təala. Ha, şükür Allaha. Ha, burasına baxırdım. Ha, bildim. Bu onda şeydir, birbaşa çapdı, yoxsa şeydir, düzəldilmədi? Bu müsaqibədə udmuşam, sadə cırılmışdı. Bunu mənim üçün toxudular qıraqların ki, açılmasın. Maraqlı toxunublar ha. Maraqlı. Ona görə də soruşurdum. Bu müsaqibədə udmuşdum. Bu ibadilərin də öz hədis külliyyatları var ha. Müsnədləri, zatları, ayrı kitabları var. Özdə qəşən hərəkən azadından da ərəbcəsində nə kimi savası var. Deməli, Nəhçül Bəlağada deyir ki, Nəhçül Bəlağada deyir ki, elm maldan daha xeyirlidir. Elm maldan daha xeyirlidir. Elm səni qoruyar, vergül, sən isə malı qoruyarsan. Mal xərcləndikcə azalar, elm isə öyrəndikcə artar. Buna nə qədər ciddi yazasan ki, başa düşülür də, bu aydındır da dediyi fikir. Hələ, sənə başını qədər. Valla mən olsam... Başa salmalıdır ki, hansı mal, hansı elm, Bəli. kimə üstündür, kimə üstün deyil. Demə, bu da sən ki, gecələ gizli oxuduğun kitab var, odur. Müqəddəs kitab. Nədir? Nədir ki bu, İncil zat? Burada deyil. Yox, hamısı buradadır. Tövrat, İncil və bu. Quran yoxdur. Hamısını bir dəftərə necə yığışdırmısan? Pavlusun İncil məktubları var. İncil təklikdə budur. İncil təklikdə budur. Bunu da təhqiq eləmişəm, amma buna baxıyor yerlərim. Orada kəfəni yazmışsın. Hə, neyim? Bunu tanıyorsunuz? İslam fikri, ilmi hal. Kimin kitabıdır? Profesör Bədəbə Əl-Xələfi. Abdüləzim bin Bədəbə Əl-Xələfi. Bu sələflərin şey. Müasirlərdəndir. Ha. Hə. Dəhşətizmdə oxsaz ağlınız başınızdan çıxır nəsə. Bu da Abzet deyir. Bir dənə deyir, Abzet deyir, o Cənəcatın bir kitabı var. Aşura dəstələri. Deyir, açdım bu kitabı deyir, səhvlər qırmızılama, bir gün gördüm kitab qıpqırmızı. Kitab başdan ayağa da. O Cənecat deyir, yazır ki, Aşura dəstəndə ki, Allah zatı ilə İmam Hüseyni ziyarət edir. Mən də bunu 2 dənə almışam. Birini Seyid Rəşada vermişəm, birini də özüm qutarmışam. Ay deyirəm, bu hardadır, bu mən görməmişəm ha. Sən girədim Abuzeydə qırışdıq, qaçdı söhbətdən. Tapdınız yerini, baxar. Ne ya? Zəng elədiz deyirəm, yerini tapdınız. Ay yox ya, fırlatdı da, dedi şeydir. Vallahi billahi tallahi var. Dedim, sən andın mənsin qara qəpi qiyməti yoxdur. Mənbəni ver. Yeri ver. Olmasın, və patı cinan olsun. Dedim, oradan ha, bak, onu da dərsin keçirik. Olmasın, filan kitab olsun. Dedim, onu mən tanımıram. Necə tanımırsan? Şiə möhtəbə kitablarındandır. Dedim, şeydə var, Qutub Aribədə var. Dedi, yox. Qutub Səməniyə də var. Dedi, yox. Mən nə bilim, qardaş kim nə yazıbdı? Adı nə yazıbdı? Fırlatmısan onu. Bu da
Paralel Bu alim. maraqlı kitablardandır. Fakat sizde inanç var, o şeydir, məndən bir dənə də var, nə bilim, İbrahim kimi bir İbrahim. Mələkə məzunəsi. Bu da Əhl-i Sünnətin kitabıdır, qəşəng kitabdır. Mübarək vur. Sizdə onsuz da siyar kitabı yoxdur ki, ona görə məcbur bizim şey oxuyuruz. Qoymuşsunuz ki, bizi özümüz olmuşuq ki, kitabımız da olsun. Bunun bədbaxt dinləyir. Özünüz niyə yazaydınız da, nə? O qədər adamınız var idi. Danışanda Ay, deyilsin, peyğəmbər olanlar şiəlik var. Nə oldu? Şəhid Sani öldürüb külünü aparıb dənizə tökdü, yandırıb. Ha, onu yaxşı eləmiş. Deyirəm ki, danışanda deyirsiniz ki, peyğəmbərlə bir yerdə şiəlik də var idi. Nə var idi? Kitaba gələndə deyirsiniz ki, yox, kitaba gələndə Bizim deyirsiniz. rəvayətdən çox Əbu Mixnəfdən gəlmir. Deyir şiəçi. Gəl sən bir dənə kitab göstərim baxın. Elə bildim göndərim deyirsən. Nədir o? Təravih namazı bidətlə sünnət arasında. Elhamdülillah. Samirin kitabıdır bu. Yox, sən bir tanış gəlir. Ha, Seymurun kitabıdır. Şeyx Seymur baxmamış. Burada təbii ki, Həcərdə fətva göstərir, hə, fətvalar kitabında. Birinci başlığa bax günə. Elə onu deyirəm. Hə. O şeydir. İbn Həcər deyir caizdir. Adam deyir ki, yox, onun şeydir, fətvalar kitabına təhrif olunub. Dedim, ha, harda təhrif olunub? Yazıq, gətir görüm. Adamlar Yazmayla şey olan kitabdır, o təzə təhqiq edilən kitab. hə, fətva əl yazmaylandır, hə. Yəni o görürlər ki, özlərinə ziddir, hə. Başlayırlar təhrifdir, əlavədir. Yalnız Allah bəla versin. Bax bu kitabda Nəsai Xəsai kitabında 3 dənə səhih hədis gətirir. Abdullah ibn Ömər Osman bin Affanın ölümündə özü onu O göndərir. xəsais kitabıdır elə. Altındakı xəsaisi də o tərcüməsi. Kimin kitabıdır? Əhli tevhidin kitabı deyəsən. Seymur təliblə bunlar mənə oxuyuna hidayət. O, Qarışanda şirkədən